Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizinlə çox buraxılış imtahanının daha çox düşən məşhur həmin sual izahını paylaşacağıq. Gəlin əvvəlcə bax. Bizə birinci bu suala baxmalıyıq məxrəcə. Məxrəcdə biz 2-ni kök altı neçə yaza bilərik? 2-ni yazaram ki, kök altı 4. Çıxılsın, kök altı 10 öz yerində qalır. Kök altı 4-dən kök altı 10-u çıxanda olur mənfi. Deməli, buranın cavabı nəymiş? Mənfiymiş. Keçirəm yuxarıya. İndi mənə deyir ki, bunun cavabı nə olsun? Sıfırdan böyük olsun, yəni müsbət olsun. İndi fikirləşək, biz nəyə bölsək müsbət alarıq? Təbii ki, mənfini mənfiyə bölürkən müsbət olur. Demək, həmin burada nəymiş? Mənfiymiş ki, bu mənfiyə bölündə cavabı müsbət olur. Gəlin də onu nəzərə alırıq, yazıram. 2 çıxılsın x kiçikdir 0, dedik mənfi olmalı. Və x atıram o tərəfə, olar 2 kiçikdir x-dan. Bunu daha qəşəng yazar. Olacaq x böyükdür 2-dən. Elədir. İndi dostlar, bunu interval üsuluna necə deyirik? Məsələn, biz bilirik ki, x-dan böyük ədədlər hansılar ola bilər? Təbii ki, 2-dən sonrasılar. Bunu ədəd oxunda göstərdikdə isə bu deyil x oxudur və bu 2-dir. 2-ni burada qeyd edirəm. Deyirik ki, x 2-dən böyükdür. Deməli, məsələn, 3 ola bilər, 4 ola bilər, məsələn, 3 olsun, 4 olsun, 5 olsun. Artı gedəcək. O zaman bunu belə ştrixləyirik və bunun cavabı olacaq 2-dən müsbət sonsuzluğa. Yəni, bu deməkdir ki, 2-dən sonra bütün sonsuza qədər bütün müsbət ədədlər ala bilər.